Əslində mənəvi olaraq məsələyə baxsaq, Peyğəmbərimiz s.ə.v-in hədisində də var ki, qeybət edən bir müsəlmana sən din qardaşının ətini yedin deyir. Mənəvi olaraq biz artıq bir qida yemiş sayılırıq və mənəvi olaraq bəli, orucumuz pozulmuş olur. Amma təbii ki, orucu fiqhən pozan bir şeylər etmədiyimiz üçün fiqhi baxımdan orucumuz pozulmuş sayılmır. Həmçinin biz sadəcə qeybəti, orucu pozur deyil də, ümumi baxarsaq, qeybətin bir qul haqqı olduğuna, qeybətin həmçinin Ramazanın xaricində də günah olduğuna, yəni diqqət çəkərsək, görərik ki, bu həqiqətən də edilməsi dinlə bəyənilməyən bir haldır. Orucu mənəvi olaraq pozur, amma fiqhən pozmur. Bunu belə cavablandıra bilərik. Və həmçinin insan biri əgər onun haqqında başqasına mənfi bir şey danışmasını sevməzsə, o zaman öz müsəlman bacı və qardaşının da eyiblərini, qüsurlarını başqasının yanında danışmamağa diqqət etməlidir. Əgər qeybət dedikdə biz bir insanın mənfi və yaxud da onun haqqında bildiyimiz hər hansısa bir səhv məlumatı başqa birinə qətiyyən çatdırmamaq, ötürməmək nəzərdə tuturuqsa, burada bəzi istisnalar var ki, burada məsəl üçün bir elçilikdə və yaxud da bir iş yerindəki oradakı belə deyə də vəziyyəti düzgün dəyərləndirmək baxımından, işə götürəcəyimiz insanın necə bir insan olduğunu anlamağımız baxımından və yaxud da işə götürdükdən sonra həmin şəxsin haqqında hər hansı bir yanlış bilgi varsa və yaxud da məlumat haqqında bizim məlumatımız olmadığı, amma başqa bir işçinin bildiyi bir məlumat varsa, onu təbii ki, bizim məsul şəxsə bildirməyimiz əslində bir haqqdır. Çünki o məlumatı əgər biz biliriksə və onu bizim digər yəni bu hadisədə məsul olan şəxsə deməyimiz vacibdirsə, bu qeybətə girmir. Çünki mənim o iş yerində bir sabitliyi bərpa eləməyin baxımından və yaxud da gələcəkdə övladımı evləndirəcəyim zaman onun necə bir ailəyə gedəcəyini bilməyim üçün o insanın əgər bir mənfi cəhəti, bir qüsuru, bir eybi varsa, bunu deməyimiz də həmçinin bizim üzərimizdə bir haqq olmuş olur.